Mən bizim izləyicilərə salamlarım və bugün danışacağım mövzu mənə verilən suallar içərisində üstünlük təşkil edir. Bu ondan ibarətdir ki, bizim pasientlər, eyni zamanda bizi izləyənlər soruşurlar ki, erkən boşalmanın səbəbi nədir? Ümumiyyətlə, erkən boşalmanın səbəbi sidik cinsiyyət sisteminin xəstəlikləri, prostat vəzi xəstəlikləri, bundan başqa uzun müddət cinsi əlaqədə olmamaq, durğunluq, eyni zamanda hormonal pozğunluq, sinir psixoloji sferada olan gərginlik, yəni qorxu, həyəcan, müəyyən bir depressiv halda erkən boşalmanın əmələ gəlməsinə səbəb ola bilər. Amma bütün bunlardan başqa qarşı tərəflə olan münasibət və müəyyən münaqişələr də çox vaxt sidik cinsiyyət sistemində və əsasən də ereksiyada müəyyən problemlər yaradır ki, bəzən məhz sinir psixoloji sferada baş verən gərginlik və problemlər erektil disfunksiyaya və eyni zamanda erkən boşalmaya gətirib çıxara bilər. Məhz bunun qarşısını almaq üçün vaxtında düzgün müayinələrdən keçmək və dəqiqləşdirmək lazımdır ki, erkən boşalmanın səbəbi nədir? Erkən boşalmanın səbəbini tapdıqda çox asanlıqla onu müalicə etmək olur. Ancaq bəzi digər xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatları da çox vaxt antidepressantlar və eyni zamanda sinir psixoloji gərginliyin müalicəsində istifadə olunan psixotrop dərmanlar da erkən boşalmaya səbəb ola bilər. Buna görə də diqqətli olmaq lazımdır. Həm dərman qəbulu, həm də eyni zamanda bu xəstəliyin müalicəsində düzgün addım atmaq lazımdır ki, sonda müsbət nəticə əldə edilsin.